Herkese salam kızlar, necəsiniz? İstədim bugün sizlərlə yemək vloguna gəlim. Və biz anaları hər gün düşündürən yeganə və ən vacib mövzulardan birisi də odur ki, bugün uşaq məktəbdən gələndə nə hazırlayaq ki, iştahdan yeyə bilsinlər. Və mən adətən uşaqlardan soruşuram ki, hansı yeməkləri bişirin falan, çünki onların fikirləri də mənim üçün çox önəmlidir. Və bu günlərim onların sevdiyi yeməklərdən birisi də spagettidir. Bu arada bizdə anamgil falan da iki yerə bölür spagettini, amma mən bütöv atıram. Dediyim kimi uşaqlar da elə sevir. Və qızlar mal ətindən istifadə etdim burada. Siz toyuq əti də istifadə edə bilərsiniz, elə də daha dadlı olur. Və mən burada evdə olmadığına görə yenə də qeyd edirəm sizə də yaşıl, qırmızı, göy, nədir, sarı biber də əlavə edə bilərsiniz. Həm görüntü olaraq çox gözəl görünür və dadlı olur. Belə də dadlıdır. Bizdə evdə bundan olduğuna görə mən belə hazırladım tək pomidordan. Bu qədər qızlar, sizlər bu günlər nə hazırladı? Sizin uşaqlarınız nə yeməkləri sevir? Ümid edirəm ki, faydalı bir fikir oldu. Hər kəsin bilə biləcəyi yeməkdir, amma fikir olaraq bəzən unuduruq nə bişirəcəyimizi və maraqlı olar deyə düşündüm. Hələlik qızlar, göz haqqınızı halal edin, like edib, komment yazmağı unutmayın.